Müasir elmi araşdırmalar göstərir ki, qocalmaq sadəcə zamanla düz mütənasib olan bir proses deyil. Düzdür, məntiqi olaraq qocalmaqdan qaçış mümkün deyil, amma qocalmağı yavaşlatmaq, hətta bəzi anlarda geriyə atmaq belə mümkündür. İnsanları tez qocaldan amillər arasında ən başda gəlir yanlış qidalanma, yüksək şəkər qəbulu, trans yağlar və protein balanssızlığı. Protein balanssızlığı deyəndə ancaq heyvan mənşəli proteinlərə üstünlük vermək nəzərdə tutulur. Çünki bu insanı tez qocaldan amillər arasındadır. Ona görə 50% heyvan mənşəli protein qəbul edəndə 50% də bitki mənşəli proteinlərə üstünlük vermək lazımdır. Bundan əlavə yuxusuzluq, stres, günəş şüasına az məruz qalmaq, az hərəkətli və yaxud da idmansız həyat tərzi, siqaret, alkoqol qəbulu, həmçinin çirkli hava, çirkli mühit, bunlar hamısı insanları tez qocaldan amillər arasındadır. Bəs yaxşı, necə eləyək? Uzun ömürlü olaq, gec qocalaq. 1. Az yeyin, öz yeyin və oruç tutmağı həyat tərzimizə çevirin. Yenə deyirəm, təkrar qeyd edirəm. Oruç tutmaq sizin xəstə, ölmüş hüceyrələrinizi bərpa etməyə, yeniləməyə, cavanlaşdırmağa və dolayı yolla sizin cavan qalmağınıza səbəb olan ən vacib silahlardan biridir. 2. Dərin yuxu. Yuxu melatonin hormonla əlaqəlidir. Melatonin hormonu da gecə 11, səhər 5 arasında ifraz olunur. Ona görə bu vaxt aralığını mütləq yuxuda keçirmək lazımdır. Və unutmayın ki, bədənin özünü bərpa eləməsi, cavanlaşdırması, hüceyrələri yeniləməsi, əzələ inşası və s. hamısı biz gecə yuxuda olarkən baş verir. 3. Stres. Stres qədər insan həyatına zərbə vuran bəlkə də başqa bir şey yoxdur. Yəni, qidalanmaqdır, idmandır, neyinsiz eləyin də, fərqi yoxdur. Əgər stresli həyat tərziniz varsa, stres içindəsinizsə, yəni uzun yaşamaq qeyri-mümkün görsənir. 4. Fiziki aktivlik. Gec yaşlanmaq, cavan qalmaq və sağlam olmaq üçün həftədə ən azı 150 dəqiqə fiziki aktiv qalmaq kifayət eləyir. Fiziki aktivlik deyəndə ürək döyüntünüzü qaldıracaq, sizi tərlədəcək və sizi yoracaq hər bir şey fiziki aktivlik sayılır. Sağlam olun, sağlam qalın.